Oktyabrın 30-da Azərbaycan Memarlıq və İnşaat Universitetində AZMÜ daxili qiymətləndirmənin yeni meyarlarına dair məlumatlandırıcı görüş keçirilib. Bakupost Az Modern Azza istinadən xəbər verir ki, tədbirdə universitetin müxtəlif kafedralarından olan müəllimlər iştirak ediblər. Görüş zamanı daxili qiymətləndirmə prosesinin təkmilləşdirilməsi, yeni meyarların tətbiqi və keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi ilə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, AZMÜ-da diferensial əmək haqqı sistemi artıq bir neçə ildir ki, tətbiq olunur. Bu sistem müəllimlərin fəaliyyətini müxtəlif keyfiyyət göstəriciləri üzrə qiymətləndirmək, onların nəticələrini izləmək və fərqlənən əməkdaşları mükafatlandırmaq məqsədi daşıyır. Yeni meyarlar çərçivəsində diferensial əmək haqqı 3 kateqoriya üzrə nəzərdə tutulur. Müəllimlərin fəaliyyət göstəricilərinə əsasən onların əsas maaşlarına əlavə maliyyə vəsaiti, yəni əlavə əmək haqqı, bonus hesablanacaq. Bu yanaşma universitetdə akademik fəaliyyətin keyfiyyətinin artırılmasına və müəllimlərin motivasiyasının gücləndirilməsinə xidmət edir.